Dünya həyatı həqiqətən aldadıcı ləzzətdən başqa bir şey deyil. İçərisində olan gözəlliklər, bərbəzəklər və çalış ki, dünya həyatı səni aldatmasın öz gözəllikləri ilə. Bir gün Harun Raşid, xəlifə Harun Raşid əzəmətli və öz zamanında heç bir tayı bərabəri olmayan böyük bir qəsr tikdirir. Və bu qəsrin açılışında şairlər iştirak edirlər ki, onların arasında Əbul Atahiyyə deyən birisi olur. Və adəti üzrə bu açılışda xəlifənin şəninə təriflər deyib onu əzəmətləşdirirlər. Tərifləyirlər, öz şeirləri ilə mədh eləyirlər. Elə ki, sıra Əbul Atahiyyəyə çatana qədər səbirlə gözləyir, sakit. Sıra ona çatdıqda insanlar adəti üzrə gözləyirlər ki, və xəlifə də o cür gözləyir ki, bunu şeirinlə onu tərifləsin. Və buyurur ki, Əbul Atahiyyə: "Aiş ma badalaka saliman fi zilli şahiyetil qusur. يسعى عليك بما اشتهيت لدى الرواح وفي البكور فإذا النفوس تقعقعت في ضيق حشرجة الصدور فهناك تعلم جاهدا ما كنت إلا في غرور." Həmin şeirdə buyurur ki, səhər axşam bu uca qəsrin kölgəsində hər cür nemət və huzur içində yaşa. Nə istəsən, dərhal önünə gəlsin. Amma can boğaza gəlib çıxdığında, sinən xırıldamağa başladığında anlayacaqsan ki, bütün bu topladıqların sadəcə bir aldanış imiş. Subhanallah. Və Harun Raşidin əhvalı korlanır. Ağlamağa başlayır. Və sonra onun yanında, xəlifənin yanında olanlar qəzəblənirlər və deyirlər ki, sən neynədin? Səni bura çağırır ki, tərif deyəsən, digərləri kimi. Və Harun Raşid deyir ki, buraxın onu. Və o gördü ki, bizim hamımız körlük içindəyik, qəflətdəyik, qafilik. Bizi bu yuxudan oyatmaq və həqiqəti göstərmək istədi. Və fikir verin, subhanallah. Həqiqətən dünya həyatı nə qədər əzəmətli olursa olsun, gözəl olursa olsun, insanın iştahını qabardar olursa olsun, aldanışdan başqa bir şey deyil. Bu dünya həyatı səni aldatmasın. Necə ki, Allah Teala buyurur Quran-ı Kərimdə: "Və məl hayatud dunya illə la'ibun və ləhvun və lad-darul axiratu xayrun lillezine yettaqun. Əfələ ta'qilun." Allah Teala buyurur ki, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?